Vladimir Polijayevdir. Ailə biznesi ilə onların sırf Oriflame aldığı pul mükafatlarıdır. Maaşları deyil, gəlirləri deyil, dünya səyahətləri deyil, hədiyyə aldıqları avtomobillər deyil. Onlar xanımları ilə birlikdə qurulmuş biznes. Orada ikisi, Polijayev, podpolkovnik olub, Polijayev. İrek də zabit olub, amma bilmirəm hansı sahədə. 4 il tamam deyil, mənzil də aldılar, ev də tikdilər, dünyanın ölkələrin gəziblər. Qapılarında 3 maşın var bu saat. Valideynlərin sanatoriyalar gəzdirirlər. O Qazaxstanlı oğlan deyir. İndi xanımı qazanıb, ailə olaraq bunlar Avstraliya, Sidneyə getməliymişlər də. Bu da axı sistemdə işləyir. Sistemdə işləyənə bilirik də, olmaz deyə. Təsəvvürünüzə gətirin, qış dövrü və sən Avstraliyadasan. Orada zaqarı alır, gəlir, sonra şəkilləri parta-parta paylaşır. İşdən deyirlər, sən hara getmişdin? Deyir ki, belə. Deyir ki, sən qanunu pozmuşsan. Deyirəm, mən bu qanunları çoxdan pozmağı düşünürdüm. Və ona deyirlər ki, izahat yaz ki, orada heç kəsdən kontaktda olmamısan. O izahat yazmaq əvəzinə ərizəni yazır, işdən azad olmaq barədə. Və böyük bizneslərin güclü şəkildə qaldırırlar. Yəni, mənim kimi 20 ildə ellər bu biznesdə. Hələ 4 illəri yayda olacaq.